Salam əziz izləyicilər, mən Tərlan Rəcəbəliyev. Bu günləri sizlər üçün litosfer, relyef, geoloji quruluş, faydalı qazıntılara dair qəbullarda istifadə edilən test tapşırıqlarını izahlarını təqdim edəcəm. Daha əvvəl kanalımızda bu mövzu üzrə A variantının test tapşırıqlarını izahlarını təqdim etmişik. Ekranda isə həmin test nümunələrini görə bilərsiniz. Sonda isə bu sınağın doğru cavablarını paylaşmışam. Burada yazdığınız cavabları yoxlaya bilərsiniz. Bugün isə biz bu sınağın B variantının testlərinə baxacağıq. Uyğunluğu müəyyən edin. Mötərizədə qeyd edilən tarix testin qəbulda istifadə edildiyi tarixdir. 2026 1-ci cəhd 2-ci qrup imtahanında istifadə edilib. İnzibati rayonlar verilib və faydalı qazıntıları uyğunlaşdıraq. Narzanlı Laçındakı civə yatağıdır. Kastaq isə Balakəndəki polimetaldır. Burada isə Balakən İnzibati rayonu verilmədiyinə görə sildik. İpək Laçındakı xromit yatağıdır. C-də gedir 2-yə. Hamançay Daşkəsəndəki dəmir filiz yatağıdır. Göydərə Kəlbəcərdəki xromit yatağıdır. Cavab 1D, 2-yə AC və 3-ə Y. Test 2. Uyğunluğu müəyyən edək. Orta Sibir yüksəkliyi Şərqi Avropa platformasına yerləşir. Şərqi Avropa platforması isə qədim platformadır. Meksika yaylası Kordilyer Ant göz siqnal qurşağında yerləşir. 2-yə gedir. Qərbi Sibir isə cavan platformadır, paleozoyda formalaşıb. Pont Türkiyədəki Alp-Himalay göz siqnal qurşağındakı cavan dağdır. Amazon ovalığı isə qədim platformadır. Cavabımız B variantı. Şimali Amerikada relyef vahidlərinin qərbdən şərqə doğru düzgün ardıcıllıqla verildiyi variant. Qərbdən şərqə düzməliyik. A-da sahil sıra dağları qərbdədir, qaya dağlar ona görə şərqdədir, böyük düzənlik ondan da şərqdədir. Meksika yaylısı isə böyük düzənlikdən şərqdə deyil, o cənubdadır Kordilyerin. B variantında sahil sıra dağlarından sonra böyük hövzə yaylası, ondan sonra qayalı dağlar, ondan sonra da böyük düzənliklərin gəlməsi tamamilə doğrudur. Testin izahını ekrandakı xəritədən görə bilərsiniz. Sahil silsiləsi Şimali Amerikada burada qərbdədir. Daha sonra burada Kaskad Sierra Madre gəlir. Bizim testin cavabına uyğun mən işarəliyim. Əvvəlcə sahil silsiləsi, daha sonra böyük hövzə yaylası, daha sonra qayalı dağlar. Qayalı dağlar bu hissədə Kordilyerin, şərq hissəsində Kordilyerin, bax bu şərq hissəsindəki silsilədir. Yəni onu da dairəyə alaq. Qayalı dağlar. Davam edək və böyük düzənliklər. Qayalı dağlardan daha şərqdəki relyef böyük düzənliklərdir. Ümumiyyətlə, böyük düzənliklər Kordilyer dağları ilə mərkəzi düzənlik, bu hissə mərkəzi düzənlikdir. Mavi ilə mərkəzi düzənliyi dairəyə alın. Deməli, Kordilyer dağları ilə mərkəzi düzənlik arasındakı keçid hissə böyük düzənlikdir. Cavabımız sahil silsiləsi, böyük hövzə, qayalı dağlar və böyük düzənlik olmalıydı. Dördüncü testimiz belədir. AB profilini müəyyən etmək tələb edilib. Gəlin verilən hündürlüklərə baxaq. B 3120 metrdir. Bu Dərəliyəs silsiləsindəki Kükü dağdır. Burada əlavə məlumat kimi qeyd edim. 3616 metr isə Qarabağ vulkanik yaylasındakı Dəli dağdır. Yoldaşlar, ölkəmizin relyefi, endogen relyef mövzusunda verilən silsilə və zirvələri həm xəritədə yerini, həm də zirvənin hündürlüklərini yeri gələndə silsilənin yerləşdiyi inzibati rəyonuna qədər tanımalısınız. Bununla bağlı daha əvvəl izahlarımız olub. Burada da marşrut 4-cüyə uyğun gələcək. Cavabımızı bir dənə qeyd edək. D variantı.
5 nömrəli testə baxıram. Şərti işarənin aid olduğu faydalı qazıntılar və bu ehtiyatlarla daha zəngin olan müvafiq ölkələr. Təqdim edilən birinci qalayın şərti işarəsidir, ikinci dəmirin şərti işarəsidir, üçüncü isə fosforitin şərti işarəsidir. Qalaya görə Cənub-Şərqi Asiya ölkələri, Tayland, Malaziya, İndoneziya, xüsusilə indi burada Tayland verilib. Dəmir filizinə görə Braziliya ilə seçilir, doğrudur. Fosforitə görə Atlas dağları, yəni Mərakeş fərqlənir, B doğrudur. 6 nömrəli test tapşırığına diqqət edirik. A-dan deməli biz A məntəqəsindən başlayan istiqamətlərə uyğun coğrafi obyektlərin düzgün sırası müəyyən etməliyik. A-dakına birinci baxaq. Bir rəqəmi ilə deyir ki, mil düzü və hərami düzü. Həqiqətən də burada mil düzü, bu hissədə də hərami düzü mövcuddur. Deməli, A-nı götürəcəyik. B-ni oxuyaq. 3 marşrutu deyir, vulkanik yayla və Gəyən düzü. Vulkanik yayla buradadır. Gəyən düzü də təqribən bu hissədədir. Yəni, hansı ki, Gəyən düzü təqribən buradadır, vulkan yayla burada, amma 3 nömrəli marşruta uyğun gəlmir. B-ni sildik, C-yə baxıram. 2 rəqəmi ilə Şirvan düzü və yan silsilədən keçirik. Baxaq, mavi ilə işarə eləyək. Şirvan düzü geniş bir düzənlikdir Kür-Arazın. Yan silsilədə Böyük Qafqazın şimal-şərqində paralel olan bir silsilədir. Deməli, Şirvan düzü və yan silsilə bizim 2 marşrutun üzərində yerləşdiyinə görə neynədik? C-ni də götürdük. D-yə baxıram. Gəncə Qazax düzü, Oxçuçay bir rəqəminə uyğun gəlir. Yanlışdır. Belə ki, Gəncə Qazax düzü bu hissədədir. Oxçuçay da bu hissədədir. Zəngilan tərəfdə. Təbii ki, D-dəki verilən marşrutun üzərində yerləşmədi ərazilər. E necədirsə baxaq. 2 rəqəminə uyğun Qusar mali düzənliyi və Mazımçay. Qusar mali düzənliyi təqribən bu hissədə yerləşir. 2 rəqəminə uyğun gəlir. Amma Mazımçay Gürcüstanla Azərbaycan sərhədində, Balakən ərazisindədir. O 2 rəqəmi marşrutun üzərindədir. Mazımçay buradadır. Mazımçayı bu mühərrifi ilə yazdım. Davam edirəm. Burada Mazımçay pozduğuna görə Y də gəlir. F-ə baxıram. 3 rəqəmi ilə Kürəkçay, Şahdağ hissəsi verib. Kürəkçay, bəli, buradan gəlir, bu şəkildə axan bir çaydır. Şahdağ hissəsi də bu hissədədir. Hansı ki, Gədəbəy rayonu ilə Ermənistan sərhədindəki coğrafi obyektimizdir. Beləliklə, F də doğru imiş. A, C, F bu test modelinin doğru cavabıdır. 7-yə baxıram. Düzgün ardıcılığın verildiyi sıranı bizdən istəyir. Kopet dağ geoloji yaşına görə Cavan dağdır. Bəli, Türkmənistan, İran sərhədindədir. Cavan dağlar geosiqnalın inkişafının 3-cü mərhələsindədir. Tamamilə doğrudur. Qədim dağlar, platformalar 4-cü mərhələdə, Cavan dağlar 3-cü mərhələdir. Apalaç qədim dağdır, doğrudur. Amma geosiqnalın birinci yox, qədim dağlar 4-cü mərhələdir. Ümumiyyətlə, bu model testdə 1-ci və 2-ci mərhələ gördüyünüzdə silirsiniz. Ya 3 ya da 4 olanlar qalacaq. Cavan ərazilər 3, qədim ərazilər 4-dədir. 3-cüdə Ant dağları Cavan dağdır və Cavanlar 4-cü yox, demişdik ki, 3-cü mərhələdə olmalıdır. Qafqaz Cavandır, Cavan olduğuna görə 3 verilməsi tamamilə doğrudur. Ural dağları qədimdir. Qədimlər 2 yox demişdik ki, 4-cü mərhələ olmalıdır. Buna görə yanlışdır. Atlas dağları Afrikada Cavan dağlardır. Deməli, geosiqnalda 3-cü mərhələdə olması doğrudur. 1, 4, 6 cavabımızdır. Uyğunluğu müəyyən edək. Platformanın daxili təbəqələri olan üst təbəqəsi örtük, alt təbəqəsi kristali bünövrəyə dair ifadələrdir. Platformanın alt mərtəbəsi kristali bünövrədir. Üst təbəqəsi isə platforma örtüyüdür. Süxurlar əsasən üfüqi yatıma malikdir. Bu elə örtük təbəqəsinə aiddir. Çökmə süxurlar üfüqi istiqamətdə toplanır. Yanar faydalı qazıntılar da məhz platforma örtüyündə qalın çökmə süxurlarda üzü çöküntülərdə formalaşır. Neft qaz məsəl üçün. Ovalıqlarda biz bunu görərik.
Akkumulyasiya toplanmadır. Bu prosesdə elə örtük təbəqəsində gedəcək. Maqmatik metamorfik sulardan təşkil edilən platforma alt təbəqəsi kristalli bir növrədir. Az öncə örtük təbəqəsinin çökmə sulardan təşkil edildiyini, amma kristalli bir növrəndə maqmatik metamorfik sulardan təşkil edildiyini vurğulaya bilərdik. Cavabımız oldu B, C, D, A, Y buna uyğun bu variantı. D variantı. Doğru sıraları tapmaq tələb edilib. Bu cədvəldə sətirlər üzrə birincidə zəylik deməli filiz olmalıdır, göydərə qeyri-filiz, ağ dağda yanar olmalıdır. Əgər belədirsə, birinci sətir doğrudur. Zəylik daşkəsəndəki alnit yatağıdır, yəni filizdir. Göydərə isə Kəlbəcərdəki xromitdir, qeyri-filiz yox filizdir. Bu isə yanlışdır. Ağ da tozda steolit gil yatağıdır, yanar yox, qeyri-filizdir. Bir yanlışdır. Oğuz Xəzərdəki neft yatağıdır, filiz yox, yanar faydalı qazıntıdır. Alov da Xəzər dənizindəki neft yatağıdır, qeyri-filiz yox, yanardır. Duzdağ da Babəkdə deməli Duzdağ daş düz yatağıdır da belə deyək, yanar yox, qeyri-filizdir. Sonra 1-2 yanlışdırsa, onsuz da biz 2 varianta baxacağıq. A-la B-yə. Girgəz Narzanlı bunlar civə yatağıdır Laçında, yəni filizdir. Hökməli, Hacıvəli Hökməli Abşerondakı kvarskum yatağıdır. Şüşə istehsalında istifadə olunur, yəni qeyri-filizdir. Şahdəniz də Xəzər dənizindəki əsas təbii qaz yatağımızdır. Yanar faydalı qazıntıda düz verilir. Zaten A-la B-də 3 doğrudur. Levçay. Deməli, Levçay Kəlbəcərdəki civə yatağıdır, filizdir. İnam. Deməli, bu Xəzər dənizdəki neft yatağıdır, yanar faydalıdır. Amma burada qeyri-filizin altına yazılıb. Qoşa da Gədəbəydəki qızıl yatağıdır. Qeyri-filiz, daha doğrusu filizdir. Burada yanar faydalı qazıntının altına yazılıb, səhvdir. 4 yanlışdırsa cavabın artıq A variantıdır. İpək Laçındakı civə yatağıdır, İpək Laçındakı xromit yatağıdır, düzəliş eləyək. Daşsalahlı Qazaxdakı benton-gil yatağıdır, qeyri-filizdir. Əşrəfi Xəzər dənizindəki neft yatağıdır, yanar faydalı qazıntı düz verib. Mazımçay Balakəndə polimetal yatağıdır, yəni əlvan metaldır, filizdir. Ağcakənd Goranboyda gips yatağıdır, yəni qeyri-filizdir. Yasamal da Qurdakı neft yatağıdır, yanar faydalı qazıntıdır, bu da doğrudur. Bu arada bu 3-cü qrup, alt qrupun 2-ci cəhd imtahanında keçən istifadə edilən sual modelidir. Faydalı qazıntı daim gördüyünüz kimi suallarda istifadə edilir. Bəzən sual tərkibi, bəzən müstəqil sual şəklində, bəzən fiziki rəyanlaşmanın tərkibində mütləq verilir. Xəritə sxemdə verilmiş rəqəmlərə uyğun gələn dağ silsilə müəyyən edin. 1 rəqəmi Murov dağıdır, 2 rəqəmi Qarabağ silsiləsidir, 3 rəqəmi Yan silsilədir, 4 rəqəmi Zəngəzur silsiləsidir. Buna uyğun cavabımız da Y variantıdır. Maqmatik və palçıq vulkanına dair xüsusiyyətləri uyğunlaşdıraq. Hündürlüyü nisbətən az olan palçıq vulkanıdır. Ən hündür palçıq vulkanı ölkəmizdə Torağaydır, o da 400 metrdir. Vulkan külləri və lavaları çox geniş əraziləri əhatə edir. Bu maqmatikə aid ifadədir. Palçıq vulkanında səthə palçıq gil kütləsi aza çıxırdı. Əsasən aktiv seismik zonalarda rast gəlinir. Bu hər ikisinə aiddir. Respublikamız geosignal quşaqdadır. Ölkədə palçıq vulkanları var və eyni zamanda sönmüş vulkanlar var. Maqmatizmlə əlaqəli olan sönmüş vulkanlar. Əsasən neft qazlı sahələrdə yayılıbdır. Bu palçıq vulkanlara aiddir. Palçıq vulkanları neft qaz olan geosignal zonalarda formalaşır. Ölkəmizdə də Abşeronda, Qobustanda, Cənub-Şərqi Şirvan və Xəzər şerifindədir. Relyef formanın yaranmasına təsir edir hər ikisi. Məsəl üçün, maqmatik vulkanlar böyük relyef formaları, böyük vulkanik konusamalı dağlar yaradır. Palçıq vulkanları bir qədər daha kiçik ölçüdə olur. Ortaqdır. Ocağı daha dərində yerləşir maqmatik vulkanların. Palçıq vulkanların ocağı
sətə yaxındır. 4-6 kilometr təqribi dərinlikdə olur. 2-6 sonra burada nəyəsə xəta eləmişik. 4 yazmalıydıq. 1-4 neft qazlı sahələrdə olan palçıqdır. 1-4-3-5 D variantıdır. Qarabağ silsəsi ilə Ermənistanı Muğan düzü ilə Xəzər dənizini ayıran coğrafi obyektlər A variantında yazılan kimidir. Qarabağ silsəsi Ermənistan arasında vulkanik yayla var. Muğan düzü ilə Xəzər dənizi arasında da Salyan düzü var. Qərb hissələri seismik cəhətdən daha fəal olan ölkələr Amerika qitəsində, Şimali-Cənubi Amerika materiklərində qərb hissə bilirsiniz ki, odlu həlqədə yerləşir. Ant-Kordilyer qurşağı geosignal fəal zonadır. Burada Boliviyanı, Meksikanı və Kanadanı cavab kimi seçə bilərdiniz. 3-5-6-ya uyğun C variantı cavabımızdır. Doğru fikirləri müəyyən etmək tələb edilir. Zəfər zirvəsinin yerləşdiyi inzibati rayon, yəni söhbət Qusar rayonundan gedir. Xarici ölkə ilə həmsərhəddir, yəni Rusiya ilə doğrudur. Avraziya dalğaların sahildəki geoloji fəaliyyətdir. Onun formalaşmasında iqlim yox, dalğalar rol oynayır. Prolivial müvəqqəti axarların gətirdiyi çöküntüdən toplanmasıdır. Müvəqqəti axarda yağış və qarın əriməsi ilə yaranan axıntıdır. Mil, Muğan və Salyan düzlərində gətirmə konusu geniş yayılıb yanlışdır. Gətirmə konusuları dağ ətəyində olur. Buna uyğun da müvafiq olaraq Qanıq Ərçay, Şirvan düzünün şimal hissəsi, Gəncə, Qazax, Qarabağ düzlərini qeyd etmək doğru olardı. Muğan düzü ilə Muğan düzü Xəzərin sahilində yerləşir, yanlışdır. Fiziki xəritədə baxsaz, Muğanla Xəzər arasında bayaq da dedik, Salyan düzü yerləşir. Xəzərin sahilində olan düzlər kör ərazidə Salyanla Cənub-Şərqi Şirvandır. Bedlentlər arid dendasiyon relyef formalarıdır. Bedlent əkinə yararsız pis torpaqları idi. Doğrudur. Arid dendasiyon relyef formaları yarğan, qobu, bedlentlər misal çəkmək olar. Daha çox ölkəmizdə də Ceyrançol, Acınohurda, Qobustan, Abşeron və Naxçıvanın alçaq orta dağlığındadır. 1-3-6 B variantı doğru cavabdır. 15-də doğru sıralar müəyyən etmək tələb edilir. Gəlin birbaşa sətirlər üzrə baxaq. Parqaçay, Diyaqçay, Ordubadakı molibden yatağıdır. Şərti işarəsi belədir. Həmin ərazi Zəngəzur silsiləsinə uyğun gəlir. Doğrudur. Hamançay, Daşkəsəndəki dəmir fiz yatağıdır. Şərti işarəsi də belədir. Murov dağında şimal yamacıdır. Doğrudur. Ağdağ, Tovuz rayonunda seolit yatağıdır. Burada misin şərt işarəsini verib. Nəysə, bu yəni başlanğıc səhv oldu, belə deyək. Mehmanə indi Ağdərə rayonundakı civə yox, polimetaldır. O yüzden də bunlar da yanlış oldu. Vulkanik ailədə də yerləşmir. Filizçay, Zaqatala rayonundakı polimetal yatağıdır. Şərti işarəsi doğrudur, amma yan silsilə yox, Baş Qafqaz silsiləsinin cənubundadır. Zod qızıl yatağıdır Kəlbəcərdə. Şərti işarəsi də doğrudur və Şərqi Göyçə silsiləsində Ermənistan sərhədi yerləşir. Bu da doğrudur. 1-2-6 cavabımız C variantı doğrudur. 4-cü dövrdə Şimali Amerikanın iqliminin kəskin soymasının nəticələri buzlaq mənşəli göl çökəkliklərin yaranmasıdır. Sahil xətlərində kəskin parçalanmasıdır. Yəni yarımadalar, adalar çoxdur. Sahillərdə fiord tipli sahillər formalaşır. Kaledon Hersin dağ əmələ gəlməsində yaranan bunlardan Uraldır. Ant dağları, Kaynazan, Alp qışında Atlas da həmçinin. Aid olduğu materikdə inkişaf etmiş ölkələr qrupuna daxil olan ölkə mövcud deyil. Bu ifadə Ant dağına gedir. Çünki Ant dağının Cənubi Amerikadadır. Burada inkişaf etmiş ölkə yoxdur. Amma Ural dağı Avrasiyada inkişaf etmiş ölkələr əsasən buradadır. Atlas Afrikadadır. Burada car inkişaf edib. Həm qərb, həm şərq yarımkəsində yerləşən Atlasdır. Çünki onu Greenwich kəsir. Buna görə şərq-qərbdə yerləşir. Həmçinin Greenwich kəsən Pirine üçün də belə bir ifadə demək olar. Yerləşdiyi ölkədə musson iqlim tipi yayılır. Bu Urala aiddir. Çünki Rusiya ərazisindədir. Onun da şərq hissəsi Oxot dəniz sahilləri mussona uyğun gəlir. Ümumiyyətlə Rusiya ərazisi mülayimin hər 4 vilayətinə də uyğun gəlir. Aid olduğu materik iki işıqlanma quşağında yerləşir. Söhbət Ant dağlarından gedir ki, onun sadəcə cənub tropik kəsdiyinə görə şimal hissəsi tropik,
Cənub tropindən cənubda qalan hissəsi isə cənub milam işıqlanmaya uyğun gəlir. Cavabımız deməli B, Y, A, D, C olacaq. 18-ə baxıram. Ölkəmizin faydalı qazıntına aid doğru ifadələrdir. Filiz faydalı qazlar daha çox ölkənin şimal-qərb və cənub-şərq rayonlarında yerləşir. İndi şimal-qərb Balakən tərəfdir, məsələn. Orada deyək ki, filiz qazıntıları var, filizlər, misal üçün polimetal var. Amma cənub-şərq bu Lənkəran vilayətidir. Orada filiz ümumiyyətlə yoxdur. Ümumiyyətlə filizlər ölkəmizdə daha çox Kiçik Qafqaz vilayəti və Naxçıvandadır. Az miqdarda da Böyük Qafqazın Balakən-Zaqatala hissəsindədir. Yəni bir səhvdir. Bir olan variantları belə xəttləyin. Yerli əhəmiyyətli yanar-şiz yataqları İsmaillidə doğrudur. Həmçində Qobustanda da var. 2-ni saxlayın. B-də gedər, 2 yoxdur. Xromit yataqları yardımlı Oğuzda deyil yoldaşlar. Xromitin Göydərə yatağı Kəlbəcərdədir. İpək adında yataq da Laçındadır. Əzbərləyin. Bunlar standart istifadə edilən ifadədir. Buna görə də cavabımız A qalır. Qeyri-filiz faydalı qazıntıları çökmə suxularda geniş yayılır. Bu doğrudur. Filizlər də maqmatikdə olur, yadda saxlayaq. Abşeron və Kiçik Qafqaz tektonik, daha doğrusu tikinti materiallarla zəngindir. Bu da doğrudur. Tikinti materialları ən çox bu qeyd edilən ərazilərdədir. Abşeronda xüsusilə tələbata uyğun olaraq daha yaxşı inkişaf etmişdir. Muğan və Salyan düzlərində kvars qumları ehtiyatı var. Kvars qumu da əzbər bilin ki, Hacıvəli Hökməli bu Abşerondadır, Bakıdadır. Davam edirik. Cavabın da A oldu. Burada qeyd elədik. Bu modellərdən çox istifadə edilib. Yəni onlardan bir qismi seçmişəm. Burada da yenə də düzgün olanları seçməliyik. Tutalım 1. Bu Qobustan tərəfdir. 2. Şərqi Göyçəsi hissəsi olan tərəfdir. 3. Zəngəzurda, indi Qapçıq zirvəsi məsəl üçün götürə bilər. 4-də Brovars hissəsi tərəfdir. Cavabımız nə olacaq? Bir dənə baxım görüm. B variantı. Biraz yaxından göstərim. 1. Qobustandır. 2. Şərqi Göyçədir. 3. Burada Zəngəzur hissəsi yazsa da doğrudur. Burada müvafiq olaraq yazılan kimi Qapıçıq zirvəsi də Zəngəzurun ən nöqtəsidir. 3904. 4 da bura vardır. Talış dağlarında yadda saxlayın, yaxından göstərin. Burada sərhəddə Talışdır. Hətta onun zirvələri olan Kömürköy Qızırdı da sərhəddir. Ona paralel Peştəsərdir. Burada isə bura vardır. Bir dənə də Dizdon adında silsilə var, buradadır. Nəysə, bunları tanıyırsınız yəqin ki, biz davam edək yolumuza. 20. Birincidə tavaların toqquşma subduksiya zonasını görürük. Soldakı okean tipli tavadır ki, o material tipli tavanın sağdakının altına batır, gömülmədir. Sağdakında isə iki okean tipli tavanın uzaqlaşma divergen sərhəddidir. Azar odaları divergen sərhəddədir. Şimali Amerika, Avrasiya, Afrikanın divergen zonasındadır. Deməli, bir gedir bura. Nazca və Cənubi Amerika təsvir tavaları subduksiya zonasındadır. 2 birinciyə gedir. Şimali Amerika, Avrasiya bir-birinə uzaqlaşdığına görə divergentdir. 3 sağa. Hekla vulkanı İslandiyadadır. O da divergentdədir. Alyot novu isə, novlar yadda saxlayın ki, subduksiyada formalaşır. Alyot Sakit Okeanla Şimali Amerika tavasının toqquşma sərhədindədir. Alyot adaları Qövs var, ona paralel Alyot novu formalaşır. Kuril adaları Kuril novu, misal üçün Kuril Kamçatka novu. Cavabda da belə bir variant seçməliydiniz. ...2026-nın 3-cü qruplarının ilk cəhətində istifadə edilən sualdır. Tavaların deməli bu səfər sxemə uyğun olmayan ifadəni deyir. Birdə yazıb ki, A və B tavalarının toqquşma sərhədləri boyunca riftərlər yaranır. Burada A litosfer tavasından çıxır, B Cənubi Amerikadır. Onların toqquşmasında riftərələri yox. Təbii ki, okean çökəklikləri və Ant dağları kimi qırışıq dağlar yaranır. Bir yanlışdır. Riftərələri divergen sərhəddə olurdu. B-də yazıb ki, B tavasında yer qabı yalnız bazalt və çökmə qatlarına ibarətdir. B litosfer tavası bu hissə həm material tipli, həm okean tipli yer qabına malikdir. Xüsusilə də bu Cənubi Amerikanın B yazılan hissəsində material tipli yer qabı deyil, burada qrant qatı da var. O yüzden də çökmə qrant bazalt olmalıydı. Yanlışdır bu da, qrant da var. 3-də yazıb ki, B tavasının şərq sərhədləri divergen zonaya daxildir. B tavası Cənubi Amerikadır. Onun da şərq sərhədi Afrika ilə divergen sərhəddədir. Bu doğrudur, amma götürmürük, yanlış istəyir. 4-də
A tavası okean tipli, doğrudur. B tavası isə həm materik, həm okean tipli yer qabına malikdir. Bu da doğrudur. Davam edirik. Yəni A Nazqadır. Nazqa yalnız okean tiplidir. Amma Cənubi Amerika həm materik, həm okean tipli yer qabına malikdir. Doğrudur. 5-də göstərilən proses A tavasının yerləşdiyi su hövzəsinin sahəsinin kiçilməsinə səbəb olur. Bu da doğrudur. A tavasının Nazqa sakit okeanda yerləşir və belə subduksiya zonalarda okeanın sahəsi kiçilir. Sakit və Şimal Buzlu okean nisbətən geoloji yaşına görə qədimdir, sahələri kiçilir. Atlantik Hind okeanı isə cavandır, sahələri böyüyür. Doğru deyini götürmürük. 6 yanlışdır. AB tavan toqquşma zonasında yalnız dağlar yox, novlar da formalaşır və cavabımızda əlbəttə ki, yanlışlar olaraq burada nəsə bir xəta elədik. 4'ü götürməməliyik, çünki 4'dəki ifadə doğrudur. Həqiqətən də A tavası Nazqa yalnız dedik ki, okean tiplidir. B tavası həm materik, həm okean tipli yer qabına malikdir. Cavabın yanlışlar olaraq nə olacaq? 1, 2, 6. 22'də doğru olmayan sıraları seçin, müəyyən edin. Burada neysə müəyyən edək. Deməli, burada elə birinci yanlışdır. Belə ki, Araz Cavan platforması və Orta Araz əyilmə tektonik zonasına Kür Araz ovalığı deyə bilmərik. Bura Sədərək, Şərur, Böyükdüz və Naxçıvan adında 4 dənə düzün adını qeyd edə bilərik sadəcə. Digərləri isə tamamilə doğrudur. Çox vaxtınızı almayım. Tektonik zona xəritəsinə baxarsınız. Dediyim o 4 düzü də qeyd edərsiniz. Az öncə dediyim düzlər də buradadır. Orta Araz əyilmə tektonik zonası buradır. Bunun düzləri deməli 1 Sədərək, 2 Şərur, 3 Böyükdüz, 4 Naxçıvan. Yerdə qalan digər ərazilər isə Kiçik Qafqaz qalxmasına aiddir. Kiçik Qafqaz qalxması həmçinin buradakı dağlarda, həmçinin Talışdakı dağlarda aid edir. Davam edək. Növbəti sualımız 23. Arid dendasiyon relyef formalarıdır. Yəni yarğan qobu bedentlərin yayıldığı ərazilər. Ceyrançöldə Acınohurda olur. Sonra Qobustan Abşeronda olur. Abşeronda qataq biraz belə. Sonra Naxçıvanın alçaq orta dağlığında olur. Cavabın 2, 4, 6 oldu. Doğru sıraları bizdən istəyir. Deməli, bu da 2026'nın sualıdır. Sirklər buzlaq relyef formalıdır. Buzlaqlar da dağcı fəaliyyəti ekstrasiya adlanırdı. Amma Səudi Ərəbistan quraq səhralıqdır. Orada buzlaqdan danışmırıq. Burada bir yanlış oldu buna görə. Duyumlar qum təpələridir. Səhralarda defiliasiya küləyin fəaliyyəti ilə, sovurma gücü ilə toplanırdı. Amma İndoneziya səhra deyil, ekvatorial ərazilərdir, ifratürbədlənmiş ərazilərdir. Kanyon çayın dib eroziyası nəticəsində formalaşır. Doğrudur. Kanyon İspan dilinə boru deməkdir. Dar dərin dərələrdir. Belə dərələrdən ən məşhuru Colorado Böyük Kanyon ABŞ-dadır. Doğrudur. Yarğanlar müvəqqəti axarların fəaliyyətinə yaranan relyefdir. Yarğan qobu bedentlər. Avstraliyada quraq arid ərazi olduğuna görə burada əlbəttə ki, yarğanlar mövcuddur. Doğrudur. Pilləvari sahillər abraziya dağların fəaliyyətindən sahillərdə formalaşır ki, İsveçrə burada doğru olmaz, çünki materik daxili ölkədir. Ona görə də yanlış bu hissədədir. Cavabın sadəcə 3 və 4'dür. Cavab kağızına da 34 şəklində köçürürsünüz, vergül yazmırsınız. Diqqətli olun belə şeylərdə də. Azərbaycan ərazisində Böyük Qafqaz dağlarının şimal şərqində yerləşən coğrafi obyektlər. Elə Samur dəvəsinin şimalındakı şollar. Qobustan deyilən şimal şərqdə deyil, o ölkənin şərqindədir. Qudyalçay elə buradan axan çaydır, Qubadan axan çaydır. Ələt dirəsi o şərq hissədədir. Şahdağ silsiləsi yoldaşlar Gədəbəydə Ermənistan sərhədindədir. Qusar Malcanlı olar. Buravar silsiləsi isə cənubdadır. Talış dağlarına paralel. Talış Peşkəsər buravar. Beləliklə cavabın 136 olacaq. Belə test nümunələrində cavab kağızınıza vergül qeyd etmirsiniz. Vergül riyazi hesablamalarda qeyd edilir. Davam edirəm. Xəritə sxemdə yanar şist, mis, xromit yataqlarının rəqəmlərə uyğun olan müvafiq sırasını müəyyən edin. Yanar şist 3 rəqəminə uyğun gəlir. Burada
Mis deməli qeyd edə bilərik ki, Gədəbəydədir. 2 rəqəminə uyğun gəlir. Xromit isə burada Laçın rayon ərazisindədir. 6 rəqəminə uyğun gəlir. Cavabın 326 olacaq. 27-də uyğunluq müəyyən edildir. Deməli, müvafiq olaraq Sxota Alin Mezoin Kimmeri qırşığındadır. Buna uyğun gələn B variantıdır. Krım, Alp Himalay siqnal qırşağında ilə Alp qırşığının məhsuludur. A gedir. Skandinaviyada Kaledon və Hersin dağ əmələ gəlməsinə uyğun gəlir. Buna uyğun da C və D olacaq. Situasiya tapşırığına davam edirəm. Burada 2026 birinci cəhət ikinci qrupun situasiyasıdır. A dağlar haqqında verilib ki, 2 yarımkürədə yerləşir. Bu dağın yamaclarına isti okean cəryanı təsir edir. 2 işıqlanma qurşağında yerləşən bu dağlar inkişaf etmiş okean ərazisindədir. A dağların yerləşdiyi yarımadan sahillərini bir neçə dənizin suları yuyur. Bu dağların şimal hissəsində gecə və gündüzün adi növbələşməsi pozulur, yəni qütb işıqlanmadadır. Eyni zamanda 2 işıqlanma dediyimizə görə həmçinin bir hissəsi də Milam işıqlanmaya düşür. A dağları dövlətlərin sayı ən çox olan dövrlərinin sayı ən çox olan geoloji erada yaranmışdır. Söhbət Paleozo erasından gedir, altdan dövrü var. Onun ərazisindən bol sulu və sürətli çaylar axır. A dağların yerləşdiyi ölkələrdə əhalinin həm doğum, həm də ölüm səviyyəsi aşağıdır. Yəni, inkişaf etmiş ölkələr qrupuna aiddir dedik. Verilən 28 nömrəli situasiyada tapşırıq 3 hissədən ibarət idi. Birinci hissədə A dağının və ən yüksək zirvəsinin adını soruşur. Təqdim edilən ifadələr Skandinaviya dağına aiddir və onun ən yüksək zirvəsi də Kalkapigen zirvəsidir. Burada cavablarda da qeyd eləmişik. Skandinaviya dağları 2469 metr olan Kalkapigen zirvəsi. Sonra ikinci hissədə A dağların yerləşik işıqlanma qurşağı söylənilir. Yəni burada əlbəttə ki, şimal qütb dairəsindən kəsdiyinə görə o həm mülayim işıqlanmadadır, həm də qütb işıqlanmadadır. A dağları ilə eyni işıqlanma qurşaqlarında yerləşən, həm də onunla eyni geoloji erada yaranmış dağ hissəsi soruşulmuşdur. Bu da Ural dağıdır. Həqiqətən o da Paleozo erasının Kaledon Hersin qırşığında yaranıb, Skandinaviya dağları kimi. Həmçinin onu da şimal qütb dairəsi kəsdiyinə görə bir hissəsi mülayim, digər hissəsi qütb işıqlanmada yerləşir. 29-cu situasiya tapşırığında isə A dağlarından başlayan çayların eroziya bazisi olan okeanlar istəyir. Skandinaviya dağlarından başlayan çaylar həm şimal buzlu okean, həm də Atlantik okean hövzəsinə aid ediləcək. Bu doğrudur. Davam edirik. İkinci hissədə isə 4 yarımkürədə yerləşən okeana aid olan və A dağlarının yerləşdiyi yarımadan sahillərini yuyan dənizlər. Bu təqdim edilən 2 okeandan Atlantik və şimal buzlu müqayisəsi isə 4 yarımkürədə yerləşən Atlantikdir. Və Atlantik okeanına aid olub da Skandinaviya yarımadasının sahilini yuyan dənizlər Şimal dənizindən Baltik dənizidir. Cavabımız belə olmalıydı. Daha sonra isə A dağların yerləşdiyi yarımadanın sahillərinə təsir edən okean cəryanın adını bizdən istəyir. Skandinaviya sahillərinə Şimali Atlantik, bir də Norveç. Hər ikisi isti cəryandır və əlbəttə ki, rütubətlənmədə böyük rol oynayır. Sonuncu 30-cu situasiya tapşırığının birinci hissəsində bizdən nə soruşub? A dağların yerləşdiyi ölkələrin adları ən azı 2 dənə nümunə istəyir. Bəli, Norveç, İsveç, Finlandiyada qeyd edə bilərsiniz. Afərin. Son olaraq davam edək. Deməli, A dağında yerləşən ölkələrin əhalisinin əsas hissəsinin aid olduğu dil qrupu. Deməli, Norveçlə İsveç Hind-Avropanın German dil qrupuna aiddir. Amma Finlandlar isə Ural dil ailəsinin Finugordur. Deməli, bir daha deyək. Norveç, İsveç, Hind-Avropanın German, Finlər isə Ural dil ailəsinin Finugor dil qrupuna aid edilir. Qaldı ki, A dağların yerləşdiyi ölkələrdə əhalinin təbii artım tipi, bu söhbət birinci tipdən gedir. Hər 1000 nəfər 12-dən azdır. İnkişaf etmiş ölkələrdə belə idi. Və demografik keçidin də bilirik ki, inkişaf etmiş ölkələr doğum da aşağı, ölüm də aşağıdırsa 4-cü mərhələsidir. Beləliklə biz bunu bu şəkildə qeyd etməliydik. Situasiya tapşırıqlarının işlənməsində tutalım, indi ikinci qrupun situasiyasıdır. Tam cavab 9.1 bal verir. Biz situasiyanın cədvəlində birinci və ikinci sütunu düz yazmışıq, üçüncünü səhv yazmışıqsa, burada 6 bal alma şansımız var. O yüzden də situasiya tapşırıqlarını səliqəli və soruşulan ifadəyə uyğun şəkildə cavablandırmaq lazımdır. Belə, bu izahımız hələlik burada bitir.